Fevralın 27-sində Azərbaycanda fəaliyyət göstərən Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi İctimai Birliyi ilə Türkiyənin aparıcı düşüncə mərkəzlərindən olan Diplomatiya və Strateji Araşdırmalar Mərkəzi arasında əməkdaşlıq protokolu imzalanıb. Yeniçağaz xəbər verir ki, Litera Kitab Mərkəzində keçirilən imzalama mərasimində Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi üzvləri, media təmsilçiləri, həmçinin aparıcı fəal gənclər iştirak ediblər. Sənədi Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi İctimai Birliyinin sədri, əməkdar jurnalist Nadir Azəri və DASAM başqanı Beynəlxalq Münasibətlər üzrə ekspert Mehmet Gökhan Özçubuqçu imzalayıblar. Tədbirdə çıxış edən Kaspiya Analitik Mərkəzinin direktoru Orxan Yolçayev imzalanan sənədin əhəmiyyətindən bəhs edib. O, Azərbaycanın Türk dünyası və Mərkəzi Asiya üçün strateji önəmini vurğulayaraq, bu cür əməkdaşlıqların regional inteqrasiyaya və intellektual tərəfdaşlığa böyük töhfə verəcəyini qeyd edib. Protokol çərçivəsində Türkiyə-Azərbaycan münasibətləri, Güney Qafqaz və Orta Asiyanın geosiyasəti, regional təhlükəsizlik, enerji və nəqliyyat dəhlizləri, ictimai diplomatiya və media sahəsində birgə araşdırmalar aparılacaq. Tərəflər Türk dünyası perspektivində ortaq düşüncə istehsalı, bu istiqamətdə sənədlərin hazırlanması və analitik hesabatların dərcini həyata keçirəcəklər. Sənəd həmçinin konferanslar, panellər, strateji dialoq görüşləri, gənc tədqiqatçılar zirvələri və vətəndaş cəmiyyəti forumlarının təşkili ilə bağlı əməkdaşlığı ehtiva edir. 3 dilli nəşrlər, rəqəmsal platformalar və regional analitik bültenlərin hazırlanması da əməkdaşlıq istiqamətləri sırasındadır. Bundan əlavə ekspert və tədqiqatçı mübadiləsi proqramları, birgə sahə araşdırmaları və qısa müddətli akademik səfərlər həyata keçirəcəklər. Protokola əsasən tərəflər milli və beynəlxalq qrant proqramlarına birgə müraciət edəcək, Türk dünyası layihələrinin təşviqi və potensialının artırılması istiqamətində ortaq təşəbbüslər irəli sürəcəklər. Əməkdaşlığın koordinasiyası üçün nümayəndələr təyin olunacaq və illik fəaliyyət planı hazırlanacaq. Sənəd qarşılıqlı etimad və tərəfdaşlıq prinsiplərinə əsaslanır və imzaladığı tarixdən etibarən 2 il müddətinə qüvvədədir.